Bakının Nizami rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Məlumata görə hadisə bu ilin iyulun 7-sində baş verib. Belə ki, Zəngilan rayon sakini 1984-cü il təvəllüdlü Əfqan həmin gün saat 17 radələrində birgə yaşadıkları evdə arvadı Zəminənin işdən evə gec gəlməsi səbəbindən onunla mübahisə edib. Aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı Əfqan qəsdən yumruqla bir neçə dəfə arvadının başından və bədəninin digər nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyib. Bu işə Nizami rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.